Deməli, bu qapıların kilit sistemi haqqında indi izah eləyəcəm. Yəni danışıqda daha çox amin deyəcək, nəinki mən. Çünki mən bu qapının ustası olsam belə, yəni biz bu sistemlə işləmirik. Deməli, bu maşallah zamokun uzunluğuna bax. Yəni bunu açdıqda hamısı, yəni yuxarı, orta, bir də aşağı. Yenə başqa yerdən hardasa çıxır. Yuxarıdan da var. Bir yuxarıdan, Aşağıdan bir də aşağıdan da var. belə. Deməli 1, 2, 3, 4, 5. Yəni ümumən 5 dənə, belə deyim ki, 5 dənə zamok qoyulmuş kimi sayılır sənə. Gərək qırasan girəsən, başqa variant yox. Bir də bayaqları dediyin kimi quraşdırmadan sonra burada nəsə olacaq, hə? Burdan bu deşiklərə nəsə keçir, hətta petləni kəssələr belə, yəni petlə kəsilsə belə qapını açmaq olmayacaq. Gərək bunu çəkəsən. Yəni məsələ budur ki, oğru istəsə belə girə bilməyəcək, amma sizin açarınızı unutsaz, orada da problem var. Amma onda açar ustaları var. Mən də onu aça biləcəklər. Açarı su dəyişmə, açarı elə bilir. Hə.